dinin bize kazandırmak istediği profil zahirde neysek, yani görüntüde biz ne kadar sağlam, düzgün insan isek bunu dahilimizde de yaşamamızı istiyor. Yani bizim hem harici halal haramlarımız var, hem dahili halal haramlarımız var. Bu ikisi birleştiği zaman kamil mümin, kamil insan olmuş olur. Bugün elbette iffet artık birçok toplumlarda, cemiyetlerde, belki de kitaplarda, sətirlərdə qalan bir anlayış, bir xüsusiyyətə çevrildi, əfsuslar olsun. Bunun səbəbi nədir? Əlbəttə, mərkəzdən qopduğumuz zaman, uzaqlaşdığımız zaman fəsadlar başlayır. Peyğəmbər sallallahu aleyhi və səlləm həyatda olduğu zaman onun ətrafında cəmləşərək öz şəxsiyyətlərini formalaşdırırdılar sahabələrimiz. Ona görə əsr-i saadət, xoşbəxtlik cəmiyyəti kimi tanınırdı. Amma oradan uzaqlaşdığımız zaman biz bir çox xüsusiyyətlərimizi, dəyərlərimizi itirdik. Bu baxımdan əslində günümüzdə bəlkə Peyğəmbər sallallahu aleyhi və səlləm yoxdur, amma Quran bizim hələ də əlimizdədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin həyat nizamları hələ də əlimizdədir. Biz bunlara bərk yapışdığımız zaman heç bir yad cisim bizim ailəmizə daxil ola bilməz. Bir növ mən Quran və sünnəni, yəni dini insanın mənəviyyatını, insanın könül dünyasını qoruyan bir immün sistemi kimi düşünürəm. Bunlar zəif olduğu zaman hər cür yad cisimlər bizim dünyamızı alt-üst edə bilər. Bundan şübhəmiz yoxdur.